Ən birinci qardaş, İsa Aleyhisselamın gəlməsi, nazil olması bəli haqdır. Niyə görə haqdır? Çünki Quran sünnə bunu deyir. Ki Peyğəmbər sallallahu aleyhi ve sellem Sadiqul Məsduq, doğruçuların ən doğruçusu Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem bu İsa Aleyhisselamın zuhur etməsini deyir. Enməsini deyir. Qiyamətə yaxın gəlməsini. Peyğəmbər sallallahu deməyinə şübhəm edirsən. İsa Aleyhisselamın gəlməsi qardaş mutavatir rivayətdir. Mutavatir rivayətdir. İsa Aleyhisselamın nazil olması haqqında olan rivayətlərin hamısı mutavatirdir. 70 sahabeden gelen rivayetlerdir. 70 tane sahabe deyib bunu.